Səni məcbur edirlər ki, sən imuna onlara baxmalısan. Başa düşə bilmirlər ki, zorla gözəllik olmaz. Onların vaxtı gedib, bəli, zamanında onlar edirdi, vaxtı gedib. Çünki elə mahnılar yazmırlar ki, biz Allah oxuyaq, başa düşürsünüz. Bizə nə yazı verilir, biz onu alıb oxuyuruq. Nə qədər köhnə mahnı oxumaq olar. Necə unudum sənin 80 ili mahnısıdır, hələ də oxuyuruq. Nə qədər oxumaq olar? Nə qədər? Düzdür, onlar bizim nostalji, retro mahnılarımızdır. Biz onları unutmuruq. Repertuarımızda hər zaman var. Onları biz ifa edirik. Amma müəyyən bir vaxta qədər də. Hər şeyin ömrü var. Mahnının da ömrü var, insanın da ömrü var. Müəyyən bir yerə qədərdir. Mən demirəm, Allaha and olsun, mən yenə dedim, demirəm, mən efirlə tanınmamışam. Mənə efir populyarlıq verilir. Mən efirə rentik vermişəm. Mən çıxmışam efirdən hansısa kəlmə. Yıxılmağım belə trendə düşmüşdü mən. Mənim yıxılmağım trend 2-yə gəlib çıxmışam kişinizi. Zahir Nəboğlu'nun verişində. Yıxılmağım belə trend idi. Adi mən nədir demişim, çörəyin qiymətini bilmirəm. Trendə düşmüşdü mənim o sözüm. Bax. Zahir Nəboğlu'da mənim yıxılmağım trend 2-yə gəlib çıxmışdı. Dünya rekordlarında mənim yıxılmağım trend 2-də idi. Nədir Zahir Nəboğlu'da demişim, mən çörəyin qiymətini bilmirəm, trendə düşmüşdü. Hamı paylaşdı. Milyonlar baxışıydı hamı. Bir dənə mənim o kəlməmlə. İndiki çıxıblar xalqmanı soxuyur. Elə bir Səməd Vurğun heykəli var 28-də, onun kimi deyalıb belə oxuyur. Ay, elə müğənni olar. Bəs deyir ya. Bizi lağ edirdilər. Hər gün efirdədirlər. İndi bizi lağ eləyənlər buradan çıxır, o bir efirə gedir. Oradan çıxır, bu bir efirə. Baxıram. Sevinirlər. Söhbət eləyirəm. İndi baxıram ki, şeydir. Adını səndir. Bir gündə 5 dənə efirə çıxır. Məni lağ eləyirdi. Kəmalən əlindən efirə baxmaq olmur. Hər anı açırıq Kəmalədir. Hər anı açırıq Kəmalədir. Mən lağ eləyənlər. İndi açıram, baxıram bir gündə 5 dənə yerdəsiz. Bir gündə bir dənə giyimdə 5 dənə yerə gedir efirə. Nə oldu? Mənə lağ eləyirdi. Ona görə böyük ye, deyir, o bir məsəl var, deyir, böyük lokma ye, amma böyük, necə deyirlər də, nəsə. Böyük lokma ye, amma böyük konuşma da, yəni o, deyə də bilmədim. Zamanında deyirlər, bu nədir, hər yerdə kəmalədir. İndi özləri bir gündə 5 dənə yerə gedib dəxilsiz. Heç reyting də vermirlər, inanın ki vermirlər. Efirlər qan ağlayıb, baxırıq da. Sən danışırsan, mən boğazım boşur. İstənmişəm, bir dənə kofe. Ayten! Annemiz yapardılar. Az o bir sağ mı kızım? Kızlarım, daha doğrusu kızlarım. Biri buradadır, ikisi gitti. Yoruldular, gittiler. Uy. O Rus kız vardı, bir nəfər oldu. Gelmeyip, o indi gitti o. Mesela onu çağırdılar. Ekranları beğenin. Yalandan orada artist eləmə, xoşdur, xoşdur. Sən məcburiyyətdən baxırsan. Mənim ağzımı açma. Mənə maraqla baxırdı ki, görüm bu səvət. Şiday sən də nə baxır? Ne qalmışdı? Öldürürüm ben, hirsləndirəm. Şükür ya o da. Mənim qızımı hirsləndirmir. Siz görsün, mən işləyə bilmirəm. Sən xoş zat deyil, artist eləmə burada. Düz ol, səmimi ol. Sən inan ki, heç baxmırsan onları, məcburiyyətdən baxırsan. Məcbur, sən məcbur yedirdilər ki, baxmalısan. Başa düşə bilmirlər ki, məcbur heç də yoxdur. Zorla gözəllik olmaz. Zorla dirəşiblər. Xalq mahnısı. Abala, xalq mahnısı gedib də 90'larda çıxdı getdik. Hər devrin öz mahnısı var. Hər devrin öz giyimi var, giyimi.
Baxıram, kommentarlara baxıram. Çoxu narazıdır. Yazıblar ki, bu nə deyir belə yazxana. Allaha kommentar da yazırlar. Mən demirəm, bax, Cavan Zeynallı gözəl sənətkardır, dahi musiqiçidir, savadlıdır. Ancaq nə məcburdur, siz onu əsə-əsə çağırıb otusturmusunuz efirdə. Gənc nəsil məcburdur Cavan Zeynallıya baxmağa. Mənim sualıma cavab verin, kişinin oğlu. 20 yaşında, 15 yaşında uşaq tanımır Cavan Zeynallını. 90 yaşında Cavan Zeynallını oturturmusunuz, əsə-əsə oturub orada heç bilmir nə danışır, nə oxuyur. 20 ilin lentini Cavan Zeynallı o gün gəlib efirdə oxuyur, kişinin oğlu. Bəs süründə bu qədər də olmaz axı. Sən də Cavan Zeynallını tanıyırsan? Tanımıram. Sən tanıyırsan, mənim uşağımı tanımır onu. Çünki 90 yaşı var. 20 ilin zapisini o gün Cavan Zeynallı çıxıb efirdə oxuyur. İndi nəsil baxmıraq, həqiqətən baxmıraq. Ay kişinin qızı, 20 ilin zapisini Cavan Zeynallı o gün efirdə oxuyur. İstəməyə, mən onları görürəm. Səhv danışıram, bir də səhv danışırsan. Ay, kişi oturub evində zorla məcbur edirsən, gəl. Kişi əsə-əsə xası ilə gəlib efirə. 20 ilin zapisi ilə. O gün də biri var idi, əsə-əsə gəlir, o arvad. Belə şey olar. Adını da bilmirəm. Yaxşı demirsiniz şeydir. Nə lap əladır, nə lap yaxşıdır. Valla sən qorxundan deyirsən. Mənə ki, bu dastanon olur, düzünü dinə. Buna görə sən heç kim öldürməyəcək. Düzünü demək lazımdır. Səhv danışıram, ay kişinin oğlu. Da bu qədər də yox da, 90 yaşında kişini çağırırsan ki, karfeylər göyə qayıdır. Da belə yox da, əs. Peki yazığın təziyi var, təziyi düşəcək, yıxılıb qalacaq orada. Mən demirəm, mənim hörmətim var o insana, pis yozmayın, çox xahiş edirəm. Skrin elib paylaşanda da pis paylaşmayın. Cavan Zeynallı gözəl sənətkar olub, dahi insandır, savadlı insandır, ziyalı insan. Amma ta indi yox. İndi yox, onun vaxtı gedib. 20 ilin lentini çıxıb efirdə oxumaq nə demək ki? Netdə cızıldayır, bızıldayır, xırıldayır, qıraqvalda olsun. Netdən də ki, əsər əlamət qalmayıb. İstəyə bilərəm. Mən qızım yaman hiss edirəm. Efir təzələşmir, bir efir köhləlib əksinə. 90 yaşında kişini. Bax deyir ki, bax deyir ki, efir alma cavabdır. Elə efir təzələnir. 90 yaşında kişini çağırıb otusturmuşsun efirdə, deyirsiniz efir təzələnib. Mən burada efir köhləlib. 90'a yaxın 70-ci illərə qayıdır. Xəbəriniz var. Dala gedirsiniz, dala inqışıq eləmək lazımdır. Məndən söhbət getmir, mənə çağırmayın, istəmirəm, heç gəlmirəm efirimizə. Deyir mənim efirim. Afət Fərman qızı demişki, canlı, açıb oturmuşam burada. Şəmanə Güləşinin canlı yayımı. Da mənim efirim. Əlkiram. Pullamağın da biz köynələr dala düşürsünüz. 70-ci ilə qaytarıblar sizi. Cavan nəsilsiniz. Neyse, beynim çöldü. Sen de başla. Kofe var ha orada, stəkanda kofe var. Yalan demə. Aynen kofe ha. O şey İndi eləmişəm. Bunu kim bağlayır? Belə Əsəbiyə boyunmaz. Başlamışsınız belə səhv danışıram. Deyil, efir təzələdir, köhnəlir, 70-ci ildə baxacaq. Heç kim baxmıram. Heç kimlə bax. Mənim qayına belə yaxlıdır, oturub baxmır. Baxmayacaq da. Baxmayacaq. Cavanlaşmaq istəyir, gümrah olmaq istəyir, gülmək istəyir. Nihal'ın köyündü. Soykunki klibindən danışmadım. Ona göre adını hiç söyleyemem. Bir anda direkt böyle yazdım. Burada deməyə kimdən toxuyuram. Sürprizdir. Sonra mən deyərəm səndən. Bizim sirrimizi indirirsən. Ben gördüm o paylaşımı da hamı yazdı altında. Falan kes, Behmen kes. Behmen kes. Behmen kes. Canlıda daha doğrusu. Hələ orada biri çıxıb xalman soxuyur, qızdır. TikTok'da altından mənə tağ eliblər ki, Kəmalə Güləşinin yeri bilinir. Bax, Allaha and olsun.
Sabah Zeynal'ı mən çıxacaq Allah. Ben dedim ona öpmeliyim. Kemal'in ben öpmeliyim. Deyir şəlalə səsi çıxırdı. Andım, şelale sesini çıkar bakın. Abi siz şevale sesi. Dedim ben Sabahlaşını tənzimi bax. ona göre kopuz. Ona göre kopuz. Cəhənnəm bu qışqırır, mən boğazımı boşur. Bu 3 aydır yol gəlirik. 3 aydır qoymurum. Sınıq sağaq çoşqalı tuğlayım. 3 aydır dodağım çırılıb dayım. Sağaqda tuğlayım. 4-cü aya gəl çatı da. Başla, başla. Çatı vermə də 8-i vaxtda gəl çata. Deyər bu 8-in vaxt sürprizim. Haa, qabaq çərdik. Şərdik qaba, o yetişdim dala. Sonra o gün makyaj nəfər oldu? Yaxşı oldu, çəkmişət falan. Hə, həyatım, yaxşı olur, hə. Başın yerini açıq biləmədi. Heç nə yaxşı olur, hər şey qayıtır. Ekranları beğenin canlar, ekranları beğenin. Biz 64 nəfər. Ekran bəyənin. Axırıncı video paylaşacağım. Bu videoya yorum yazın. Çoxlu like verin. Bizə dostluq atın. Nə deyirlər? Təkib edin. Bugün orada qoyanası çiçeğim düşdü. Canım düşdü. Danışırsan. Niye efir? Danışar gibi millət gəlir. Ay sağ ol. Heç efirə bir belə adam baxmır. Mikrofonu yerə qoyarıq, canlı gelir. İyi işini 40 defa yazıyorum da. Deyirəm, mən Afət Fərman qızı efirin el başına adına ad qoydu. Başladı. Daha tez Kemal'e hamsi sesi. Ha, bir. Sabah 8'de buradayım. Kamara Han bəzənəcək. Ha. Ne? Demişəm. Demişəm. Bayaqdan içdim. Ben 11'e 12'ye Yəni geleceğim. video Mən çəkib başa paylaşacağım. saldım. Ben 11'e 12'ye geleceğim. Geleceğim ama 11'e 12. Demişəm bax, yenə də deyirəm, axşam, bugün axşam Baykal, Bakıxanov qəsəbəsində Ailəm restoranında çıxışım var. Bayaq da demişəm. İndi uşaqlara deyərəm, sabitləyərlər onda yuxarıda. Hə. Uşaqlar, bugün axşam məkanda çıxışımız var. Baykal restoranında, Bakıxanov qəsəbəsində yerləşir. Baykal restoranında şou proqramlı konsertimlə, sevənlərimlə görüşə gələcəm. Zəhmət olmasa fanlardan onu yuxarıda sabitləsinlər. Baykal, Bakıxanov qəsəbəsində, Razində.
Bu sepetden atma. Sağlam yetersən. Görürsən, nə var mı? Can başlıyor. Desplasa tamam ile çatanlar görüşürəm. Havuz xəstələri. Aa, Güley, ben opşu salda. Ben çekişe gideceğim. Bu. Onu aktardım, et bakmadım. Böyle şurada. Ben de belki bu bileyim oynayacağım. Mehmet seni seçeceğim. Yaxşı. Ayşe'nin bir işi olacak Allah koysa. Doğrudan, ha. Allah xeyirli ilə. Aşkım bunu sıx eləyim. Aynen, bunu sıx daldan saldarım kapıyı. Əlisi verirəm. Allah xeyirli eləsin. Gətirəndə gələcəkdə sən yanında baxarım. İnşallah. Yaslarım. Yaxşı elə. Neçə yaşı var? 19. Yaxşı var. Uşaqdır, bilmiyor. Yazdı gözünü təzəmişim. Ama olsun. İstədiydi də. İstədiydi. Böyle öz istədiydi. Allah Allah hiç olmasın öyle. Ya özü seçti ya sen seçtin. Aklı her gün olur. Yaxşı oldu. Orada alem deyirlər. Güləşlidə, Halavlıda. Yəni bu qardaşlıqdır da. Ama da kötü yok ha. Hələ yox, istəmir. Bir hava. Sevgi istemiyor da. İstese Hello, gün yekəsin. Filmdə ayrılırsan. Evdə çıxırsan. Ben tapsa kəstirəm. Sən danış, mən yox deyəcəm. Yox, lan. Təkmə gidəcəm. Ya bax. Deyib kəstirəm. Çeyrəyə getməliyəm da. Səni gətirməmişsən. Gördün yarısı yapı getməliyəm. Bir dəqiqə tullaqlarını dalınca. Bir gedərik, biz çıxaqdan Bax, belə şeylərə görə bizi narahat eləmir. Narahat eləmir. Elə şeylərə cavab vermə, onlar da belə demə. Dünən mən belə şeylərə baxmıram. Dünən mənə ancaq toyla demə, lazım deyil. Öyləsi öl, mən elə özüm danışıb bir kayd edir. Mən özüm düz deyirəm də 90 yaşında kişinin oturduğu orada, o da əsir, halbahal olur. Səhv danışmıram ki. Sən deyər ki, mən belə şeylərə cavab vermirəm. Dünən mən toyla baxmıram. Tamam. Hələ hər şeydən gelir mənə. Ata-abla. Rəhşidi tanıyorsunuz, mən tanıyorum. Sen gelip Cavan Zeynal'ın hakkında onlar dediğini düz deyirəm də 90 yaşı var efirə gəldi. Ata Abdullayevi tanımıram. Öyle insan tanımıyorum. Hər yoldan keçən ilk kurt mənə zəng eləməsin. Aslında Gülüxün bütün şəkillər səni şəkilləndir. Açılışlar bilirəm. Açılışdayım. Yolkada şeylər atıblar. Qabaq. Sən şəkillərə aşağı. Bir sən şəkillər. Sağ ol, Allah şaban verəsin. Heç mənə Kur'an'ın Allah'ın emanet olsun.
açılışdayıq, Övsanda açılışdayıq. Övsanda. İşler biraz çətin keçirir, işler keçirir yani. Ne hazır. Aa, hə. Bir də onu verim, düz deyil, gözlə. Makyajdan sonra da Ekran beğenin, ekran beğenmemiz yok. Senin şeyleri gereği. Ne bak, ağzıma bak. Yaşlı bak. Ondan bile o keyifle değil ki. Böyle oralara müstek ona vermeyeyim de. Sen biraz... ekranları beğenin uşaqlar. Yok, sağ olun. Uşaqlar, bu günləri Baykal restoranında çıxışımız var. Onun bir dənə sabitliyə zəhmət olmasa, Bakı Xanlıqda var gündə. Hangi taşka? Benim şeyde bilmedim. Doğrudur. Hangi taşka? Yedim ama şirini yedim yani. İnşallah ekranları beğeneydi. Niye canımız düştü?
Ben de görmek istiyorum. Ha, öğrencilere de bakamaz onlar da gibi. Bu da Ekranları beğenin canlar. Hemen hareket yapalım ya. Düşünürüm canlar. Ay can. Kişi imkan verse danışacak. Ne isteyecek? Necə? O 2 dənə telefona qoşun burada, balaq birlə qoşa bilərsən. Hə, ikisini olur. Birlə. Hə, geri o birisini bağlayıb, bu birisinə qoşasan. Hə, qoşa bilirsənsə, bu birisindən bağla, o birisindən aç. Eləyə bilməsən, mən eləyərəm. Hə, yaxşı. Ekranları beğenin de. Ekranları beğenin, zəhmət olmasın. Aslına başlayın ver. Bizden yiyecek oxşadıqlar. Hə, canım. O gün sən ərəbiş deyirdi yaxın. Dırnaqlarımdan bilirlər ki, mən deyirəm. Yox, dırnaqlarına baxın, o deyil. Kemal'in güneşli bir tanınmaz kaldı. Maşallah, yəni dəyişiklər. Hə. Görelim bu məhərrəmlik gəlsin, görün nə Gözüm geniş oldu. Kızım. Sən. Tamam, hırsı tartılsa yaxşı olur. İşleyecek insan böyle. Evet, canım herhalde çocuklar da yüze girip görür. Ha canım. İşte yaxşı. Salondayım. Yaxşıdır her şey burada. Sen bilirsin. Bugün akşam saat 6'da ya, unutma. Hə. Hələ heç nə paylaşma ya. Sürpriz. Yo, elə yox. Yəni birinci YouTube'da paylaşmışsınız. Lan yaşıktan bura koyduk biz de. Ha, aslında var. Bak, karetler. Sıvıda da bak. Ayten. Ayten. Aytenur. Oo. Alexia burada. Online yoksa. Size bir yerdeydim. Uzun olan layları götürmüştüm değil mi? O benim. Ha, yekede təzə. İki olan ha onu götürmüştüm. Onun axtarında həyat. Bunları getirmişim. Mən laynen çəkdim də. Çektim ha koydum da yerine. Başka yere koymuyorum ki ben. Başka yere geliyordu. Dolmalıqda həyat. Ərimcə götürelim. Karet koyduk koydum. Bir an karşı.
Ayten gelin mən adım mütləq çağıram. Tapın o dəqiqə. Korkur elə bir ev hürkür tək. Bir dənə pinsetim də tapsaydı. Ayten pinsetim. Ayten pinsetimiz Ayten. Benim içime geldi ki buralarda değil.